Bismillahirrahmanirrahim. Bir cəmiyyətin dirəyi nə pulla, nə də qanunla möhkəmlənir. Onu bir arada saxlayan ən böyük qüvvə etimaddır. Etimad insanların bir-birinə inamıdır. Ata oğluna, dost dosta, xalq rəhbərinə, qonşu qonşuya inananda o cəmiyyət yaşayır. Amma bu inam sarsılanda cəmiyyət sanki səssizcə dağılmağa başlayır. İnsanlar bir-birindən şübhələnir, mehribanlıq yerini soyuqluğa verir. Bugün bir çox insan heç kimə güvənmək olmur deyir. Halbuki bu cümlə özü böyük bir fəlakətin əlamətidir. Çünki etimadın olmadığı yerdə mehr, əməkdaşlıq və bərabərlik də yoxdur. Əgər bir-birimizə inanmasaq, bir məqsəd uğrunda birləşə bilmərik. Nəticədə hər kəs öz dünyasına çəkilər, cəmiyyət birlikdən uzaq düşər. Allah Teala Quran-ı Kərimdə buyurur: Ey iman gətirənlər! Əgər bir fasıq sizə bir xəbər gətirsə, onu araşdırın. Bu ayə bizə öyrədir ki, etimad kör-koranə deyil, ədalət və araşdırma üzərində qurulmalıdır. İmanlı insan həm etibarlı olur, həm də kiməsə qarşı hökm verməzdən əvvəl ədalətlə davranır. Hz. Əli əleyhissalam isə buyurur: Etimad insan qəlbinin rahatlığı, şübhə isə onun zənciri kimidir. Yəni kimə inanacağımızı düzgün seçməli, amma ümumiyyətlə etimad etməyi itirməməliyik. Çünki inamın öldüyü yerdə sevgi və mərhəmət də ölür. Cəmiyyətin bərpası üçün birinci addım yenidən bir-birimizə inanmağı öyrənməkdir.